Salam hörmətli izləyicilər. Mən zolaq dəyişmənin Qafqaz variantından və Eston variantından danışmaq istəyirəm. Əlbəttə, ən təhlükəsiz variant zolaqları dəyişərkən Eston variantından. Niyə Eston variantı? Çünki Estonlar çox ehtiyatlıdırlar, yavaş gəldilər, hər şeyi yavaş eləyirlər və zolaqları da bax belə ehtiyatla dəyişirlər. Fikir verin, ikinci zolaqdayıq, güzgüyə baxırıq, imkan yoxdur, getmirik sol zolağa. Sonra bir zolaq dəyişirik, birdən-birə zolaq dəyişmirik. Ondan başqa yenə güzgü ilə baxırıq, maşın yoxdur, bir zolaqda dəyişirik. Qafqaz variantından tam fərqlənir. İndi Qafqaz variantını da göstərəcəm və güzgüyə baxıb ən sol zolağı tuturuq və yavaş-yavaş ən sağ zolaqdan ən sol zolağa keçirik. İndi isə zəhmət olmasa Qafqaz variantına baxın və bunu heç vaxt etməyin. Fikir verin. Qafqazlılar nə edirlər? Bax, kəskin getdi, zolaqları kəsək. Əlbəttə, mən maşın olmayanda bunu etmişəm ki, sizə göstərim. Bir də göstərirəm. Kəskin zolaqları dəyişərək, əgər maşın olsa mütləq qəza olacaq. Bu variantı heç vaxt etməyin.